Salam dəyərli izləyicilər, bu gün sizinlə əhali bölməsinə aid olan məsələyə baxırıq. Qeyd edilir ki, iqtisadi böhranın yaşandığı A ölkəsində 2019-cu ildə əhali 41 milyon, 2021-ci ildə isə 38 milyon nəfər olmuşdur. Hər 1000 nəfərə düşən doğulanlar 4, ölənlər 5 nəfər olarsa, keçən illər ərzində ölkənin neçə nəfər əhali tərk etmişdir? İlk öncə iqtisadi böhran anlayışını nəzərinizə çatdıraq ki, əgər bir ölkədə təbii artımın azalma prosesi gedirsə, buna iqtisadi böhran deyilir. Və buradan baxırıq ki, 2019-cu ildə 41 milyon olub əhali, 2021-də isə 38 milyon nəfər olub. Deməli, əhali nə qədər azalıb? Əhali 3 milyon nəfər azalıb. Yəni, ümumi azalma 3 milyon nəfərdir. Və biz buradan tapmalıyıq ki, bu 3 milyonun nə qədəri təbii artım hesabına azalıb, nə qədər isə ölkəni tərk edib. Və burada təbii artım anlayışına baxırıq. Təbii artım nədir? Təbii artım bərabərdir doğulanlar çıxılsın ölənlər. Və burada doğulanlar 4-dür, ölənlər isə 5-dir. 4-dən 5 çıxanda təbii artımı biz -1 olaraq əldə edirik. Deməli, təbii artım -1-dir, yəni əhalinin azalma prosesi gedir. Sonrası necə yazırıq? Sonra deyirik ki, təbii artım -1-dir, yəni 1000 nəfərə -1 olduğunu qeyd edirik. Amma birdən aşağıda nəyi qeyd edirik? Deyirik ki, 2019-cu ildə əhali olub 41 milyon. Yəni 1000 nəfərə təbii artım -1-dirsə, 41 milyon əhaliyə olan təbii artım x. Və buradan 41 milyonu -1-ə vurub 1000-ə bölsək, əldə edəcəyik -41 min. Yəni, bir il ərzində əhali təbii artım hesabına 41 min nəfər azalıb. Və burada 2019-da 2021 arasında 2 il fərq var. Deməli, 1 ilə 41 min azalıbsa, bəs 2 ilə nə qədər azalar? Buradan 2-ni 41 minə vuranda eləyəcək 82 min. Və biz demişdik ki, ümumi əhali azalması olub nə qədər? 3 milyon. 3 milyon ümumi əhalidə azalma olub. Və bunun 82 mini təbii artım hesabına azalıb. Yəni, təbii artım deyəndə, yəni burada artımdan söhbət getmir əlbəttə, azalma olur, mənfidədir təbii artımı. Və buradan biz 3 milyondan 82 mini çıxdığımız zaman 2 milyon 918 mini əldə edirik. Cavabımız olacaq A variantı.